Beynəlxalq Ekoloji Layihə Olimpiyadası üçün Bakıya gələn məktəblilər Dövlət Neft şirkətində olub. Dövlət Neft şirkətinin baş ofisində İNEOPA Avrasiya Ətraf Mühitin Mühafizəsi 5-ci Beynəlxalq Layihə Olimpiyadasının iştirakçıları ilə görüş keçirilib. Görüşdə Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev son dövrdə Azərbaycanda neft sənayesinin yeni yüksəliş dövrü keçdiyini, bu prosesdə ətraf mühitin mühafizəsinin gücləndirilməsinin xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. İndi yəqin ki, bu olimpiyada iştirakçılar bilməlidir ki, 150 il bundan qabaq Azərbaycanda İlk neft çıxarmanı Azərbaycanda, sənaye üzrə neft Azərbaycanda çıxarılıb. İlk dünyada boru xəttinə neftin daşınması Azərbaycanda olub. İlk tankerlərlə dənizdən neftin daşınması Azərbaycanda olubdur. Bütün bu işlərdə ilk olduğumuza baxmayaraq, yenə də keçmişdə olan böyük ekoloji problemlər, texnologiyanın yüksək olmaması, böyük ekoloji zərərlər də verib bizim torpaqlarımıza. Neft şirkətinin ölkədə ekoloji tarazlığın bərpa olunması istiqamətində apardığı tədbirlərdən və Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərində intensiv təmizləmə və yaşıllaşdırma işlərindən söz açılıb. Məktəblilər isə milli geyimləri ilə yanaşı Rövnəq Abdullayevə təqdim etdikləri xüsusi hədiyyələrlə də diqqət çəkib. Dövlət Neft şirkətinin prezidenti də olimpiyada iştirakçılarına hədiyyə ilə qarşılıq verib, xatirə şəkli çəkdirib.